Uğurun sirri əslində sizə çox yaxındır desək, reaksiyanız necə olar? Uğur nədir? İnsanlar həyatları boyunca bir şeylər üçün mübarizə aparırlar. Əldə etdikləri onlar üçün nə dərəcədə uğur sayılır? Əslində uğurun sirri çox sadədir. O uzaqda deyil. Uğuru başqa yerdə, başqa insanlarda axtarmağa gərək yoxdur. Hər kəs uğurludur. Bəzilərində bu tez baş verir. Bəzilərində isə bəzən görünmür. Ümumiyyətlə insanlar uğur qazanmaq üçün biraz şans lazım olduğuna inanır. Ancaq bu sahədə aparılan araşdırma həyatın bütün sahələrində uğurlu olmağın mümkün olduğunu ortaya çıxarır. Necə? Qorxularınıza yer verməyə bacarmalısınız. Hədəflərinizi müəyyənləşdirməlisiniz. Ancaq onlara çatmaq üçün baxış bucağınız geniş olmalıdır. Ən əsası dünyanı başqa nöqtədən qavramaq üçün cəsarətli olun. Hər şeyin müsbət tərəfini görün. Həyatda baş verən hər neqativ hadisə özü ilə birgə fürsətlər gətirir. Hədəfinizə çatmadıqda və ya istədiyinizə nail olmadıqda özünüzü sıxmağınız və günahlandırmağınız sizə sadəcə bir gün deyil, bütün ömrünüz boyu təsir edir. Heç vaxt mənfi hadisələrin sizi müəyyənləşdirməsinə icazə verməyin. Birinin uğur qazandığını eşitdikdə insanlar adətən onların hekayələrini şansla izah etməyə çalışırlar. Ancaq həmin uğurun, anın və ya hekayənin arxasında nələr olduğu müzakirə olunmur. İnsanlar uğur əldə etmiş şəxsin həmin nailiyyəti qazanana qədər çəkdiyi zəhməti səhər hamıdan öncə oyanmağını bilmir. Sən bacaracaqsan. Çünki sən hər kəsdən fərqlisən. Sənin özünə inamın çoxdur. Sən ailəni sevirsən. Sən çox uğurlu biri olacaqsan. Uğurun arxasında böyük əziyyətin olduğunu bilirsən. Sən artıq uğurlu birisən.